Salam əziz dostlar. Bu videomuzun mövzusu Clipping Mask. Mask termini istənilən Adobe proqramında, bəlkə də başqa qrafik redaktorlarda qarşımıza çıxanda bu deməkdir ki, söhbət gizlətməkdən gedir. Gördüyünüz nümunədəki kimi divarın bir hissəsi, oğlanın bir hissəsi bu dairənin içində gizlədilib. Gəlin görək bunu necə eləyirlər. Bir dənə ellips çəkirik, ellipsimizə strok verək ki, təxmini nəticəmizi təyin eləyək. Sol tərəfə baxır oğlan, elə yaxşı da alınıb, biraz burada boşluq yaransın və əsas nüans. Nəyi ki, mask eləyəcək, yəni nəyi gizlədəcəksə, indi bizdə bu hazırda şəkildir. O olur bizdə alt qatda, nəyin içinə əgər mask eləyəcəksə, ona biz konteyner deyəcəyik. Bax, bu konteyner isə olur üst qatda. İkisi də bizdə hazırdır, ideal yerlərindədir. Seçirik ikisində, sağ düyməni basırıq. Make Clipping Mask. Əla. Bunun uzun yoludur, gəlin qısa yolunu eləyək. İkisini də birdən yenə seçirik. Ctrl+7 kombinasiyası ilə maskımız hazır. İndi gəlin görək biz bu maska nələr eləyə bilərik bu mask edilmiş obyektdə. Təbii ki, Shift-i basaraq kiçildib böyüdə bilərik. Shift-siz o deyil. Rotate eləyə bilərik, yəni bildiyiniz transform funksiyalarının hamısını tətbiq eləyə bilərik. Bəs əgər biz istəyirik ki, dairəmiz yaxşıdır, içindəki şəkli redakt eləyək, şəkli edit eləyə bilək, onda double click düyməsini basaraq gəlirik, giririk isolated moda, yəni ki, izolyasiya rejiminə. Yuxarıdakı view da bizə onu deyir. İzolyasiya rejimində olanda şəklin üzərinə gətirəndə aktivləşir. Şəklimizi götürürük, Alt-Shift-i basırıq misal üçün, kiçildirik, böyüdürük, lap tutaq ki, böyüdək, belə olsun. Kənarda double click eləyirik, afərin. Bizim şəklimiz mask etdiyimiz konteynerin içində biraz böyüdü. İstəyirik ki, bu bizdə dairəvi yox, ideal dairə yox, vinyetka üçün hazırlayaq. Bu oğlanı qoyacağıq vinyetka dizaynına. Onda nə edirik? Təbii ki, götürüb biz bunu belə distort eləyə bilmərik. Yenə də double click eləyəcək. Bu dəfə şəkli yox, konteynerimizi seçəcəyik. Konteyneri seçəndən sonra da artıq biz onu belə vinyetka halına sala bilirik. Əgər istəyirik şəklin çox hissəsi görsənsin, yenə şəklimizi seçdik, Alt-Shift-i bastıq, kiçiltdik. Bu oğlan vinyetkaya getməyə hazırdır. Təbii ki, biraz götürüb bunu. Bəli, əla. Vəssalam. Clipping maskın birinci etapı bu qədər. İndi keçək növbəti etapa. Biz clipping mask elədik, şəkli saldıq obyektimizin içinə. İndi istəyirik ki, o clipping mask prosesini ləğv eləyək, şəkli onun içindən çıxardıq. Obyektimizin üzərində sağ düyməni bastıq və burada Release Clipping Mask, Release Clipping Maskı basırıq. Şəklimiz ayrıdır, shape'imiz ayrıdır və həmişə shape'imiz Release Clipping Mask prosesindən sonra filini və strokunu itirir, belə bir ruh halına çevrilir. Clipping Mask mövzusu ilə bağlı bu qədər. Eksperimentlər eləyin, fərqli formalarla, ulduzun düzbucağından və s. Biz isə növbəti mövzularda görüşək.